Əziz qardaşlar, dəyərli müsəlmanlar, aləmlərin Rəbbi olan Allaha həmd olsun. Aləmlərə rəhmət olaraq göndərilən iki cahan sərvəri Həzrəti Muhammədə salat və salam olsun. Onun mübarək əllərində yetişən, şəhidlik mərtəbəsinin tələbələri sayılan Əshab-ı Kirama Allahın salamı olsun. Və bu uğurda o gündən bu günə qədər İslam bayrağını qoruyaraq bizlərə qədər gətirib çatdıran bütün şəhidlərimizə, başda Seyyidül Şühada olan Həzrət Həmzə radiyallahu anh olmaqla bu gözəl vətənimiz uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahın salamı olsun. Dəyərli qardaşlar, Uca Allah Əhzab surəsinin 23-cü ayəsində buyurur ki, möminlərdən içərilərində elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan bəzisi bu yolda şəhid oldular. Bəziləri isə bu yolda şəhid olmaq üçün gözləyirlər. Yəni bir növ onlar şəhid olmaq üçün növbələrini gözləyirlər. Onlar əsla Allaha verdiyi sözdən vaz keçməzlər. Yəni bu deməkdir ki, elə insanlar vardır ki, sadəcə şəhidlik şüarlarını səsləndirərlər, boş-boş danışarlar, lakin vaxt gəldikdə isə qaçıb gizlənərlər, döyüş meydanına atılmazlar. Lakin sadiq olanlardan bəhs etdi Allah Teala. Yəni bir növ biz la ilahe illallah Muhammedur Rasulullah deməklə, şəhadət gətirməklə eyni zamanda bu dəyərləri qoruyacağımıza dair Allaha söz vermiş olur. Uca Allah ayədə minəl mu'minə ricalun buyurdu. Yəni rical kəlməsi ərəbcə kişilər mənasına gəlir. Amma Quran-ı Kərim, yəni möminlərdən elə kişilər vardır ki, amma Quran-ı Kərim rical kəlməsini sadəcə bioloji mənada anlamağımızı istəmir. Bioloji mənada kişi mənasını anlamağımızı istəmir. Eyni zamanda rical, igid, cəsur sözünün üstündə duran mənasındadır. Yəni möminlərdən içərilərində elə igidlər, elə qəhrəmanlar vardır ki, onlar verdikləri sözə sadiq qalarlar. Onlardan bəzisi şəhid oldular, bəzisi isə şəhid olmağı gözləyərlər. Məhz bu dəyərlərə sahib olan insanlar şəhidlik mərtəbəsinə uzanırlar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün bu ayəni oxuyur, sahabelərdən biri ayağa qalxır və deyir ki, ya Rasulallah, ayədə oxudun ki, möminlərdən bəziləri şəhid oldular, onlar verdiyi sözə sadiq qalarlar. Onları bilirik kimlərdir ya Rasulallah. Bədr döyüşündə şəhid oldular, Uhud döyüşündə şəhid oldular. Bəs bəzisi də bu yolda şəhid olmağı gözləyirlər. Onlar əsla sözündən əhdə vəfasızlıq etməzlər buyurdum. Bəs onlar kimlərdir ya Rasulallah? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gözü ilə kimisə axtarmağa başladı. Sahabə ilə başa düşdü ki, Allah Rasulü onu eşitmədi. Təkrar eyni sualı verdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yenə insanlar arasında gözü ilə kimisə gəzirdi. Həmin sahabə bir daha, üçüncü dəfədə Peyğəmbərimizə eyni sual verdi. Amma Allah Rasulü sallallahu aleyhi və səlləm demək ki, kimisə axtarırdı və onu gördüyü zaman o sözünü söyləyəcəkdi. Məsciddən çıxarkən minbərdən düşür. Məscid-i Nəbəvinin önündə Talha bin Ubeydullah radiyallahu anhı görür. Və Peyğəmbərimiz deyir ki, həmin o şəxs, mənə sual verən şəxs haradadır? O şəxs gəlir və Peyğəmbərimiz buyurur ki, kim yer üzərində gəzən bir şəhid görmək istəyirsə, Talha bin Ubeydullah'a baxsın. Yəni Allah Rasulü sallallahu aleyhi ve sellem buna nə demək istəyir? Ayədə şəhid olanlar vardır buyurur, yəni döyüş meydanında və bəziləri də şəhid olmaq üçün bu şəhidliyin yolunu gözləyən insanlar vardır. Yəni bir növ canlı şəhidlər vardır. Nə üçün Allah Rasulü sallallahu aleyhi ve sellem Talha bin Ubeydullah radiyallahu anha belə bir ləqəb verir? Yer üzərində gəzən bir şəhid. Çünki Uhud döyüşündə müşriklər Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi öldürmək üçün oxlar yağdırırdılar və o da sinəsini sipər etmişdi. Sahabə elə düşündü ki, ona dəyən bu oxların sayəsində o artıq dünyasını dəyişəcək və şəhid olacaqdır. Lakin xoşbəxtlikdən sağ qalır və Allah Rasulü sallallahu aleyhi və səlləm onun göstərdiyi bu fədakarlıq səbəbi ilə ona belə bir söz söyləyir. Yer üzərində gəzən şəhid, yəni canlı şəhid. Həqiqətən ölümlərin ən gözəli şəhidlik mərtəbəsi, dəyərli qardaşlar. Təbii ki, bu hər kəsin ala biləcəyi bir mərtəbə deyil.
oxuduğum ayə bizə bunu göstərir ki, şəhidlik sədaqət istəyir. Yəni biz La ilahə illallah deməklə eyni zamanda bu dini dəyərlərimizi, bu dinimizi qoruyub saxlanacağımıza dair bir növ Allaha and içmiş oluruq, söz vermiş oluruq. Yəni bu yolda yeri gəlsə canımızdan belə keçməyə sadiq olmalıyıq. Sədaqət nədə göstərməlidir özünü? Allaha qarşı sədaqət, Peyğəmbərə qarşı sədaqət olmalıdır. Və əlbəttə ki, bu dini dəyərlərin qoyulduğu bir məkan vardır ki, orada bunun adına vətən deyirik, buna qarşı sədaqət olmalıdır. Allaha qarşı sədaqət imanımızı qorumaqla olmalıdır. Peyğəmbərə qarşı sədaqət onun yolunu davam etdirmək olmalıdır. Vətənə qarşı sədaqət isə onun izzətini, namusunu, azadlığını canımızdan üstün bilməklə mümkündür. Odur ki, biz özümüzü bir imtihan test eləməliyik. Biz nə qədər Allaha, onun Rəsuluna, vətənimizə qarşı, şəhidlərimizin qanı ilə sulanan o torpaqlarımıza qarşı nə qədər sədaqətliyik. Şəhidlik haqla batilin mübarizəsinin nəticəsi dəyərli qardaşlar. Odur ki, ilk şəhid Həzrəti Adəmin övladı olan Habilin batilə qarşı haqq uğrunda mübarizəsi nəticəsində Qabil tərəfindən qətl edilən ilk şəhid insandır. Və haqla batilin mübarizəsi dünən də vardır, bugün də davam edir və qiyamətə qədər də davam edəcəkdir. Bir şey unutmamalıyıq ki, batil hər zaman bizə batil qiyafətində görünməyəcəkdir. Bəzən cilt dəyişəcək, bəzən sima dəyişəcək, bəzən bizim aralarımızda, sıralarımızda olacaqdır. Amma arxa qapılarda, qapı arxasında isə öz dostları ilə, öz nifaq əhli ilə bizə qarşı iş görəcəkdir. Ona görə də biz Allaha, onun Rəsuluna sədaqətli olsaq, Allah bizə elə bir fərasət nəsib edəcək ki, biz Allahın nuru ilə baxacağıq və onlar bizə dost kimi görsənsə də bizi aldatmayacaqlar. Cərir bin Abdullah radiyallahu anh deyir ki, bir gün Əshab-ı Kiramla birlikdə, Peyğəmbərimizlə birlikdə bir səfərə çıxmışdıq. Uzaqdan bir kimsənin gəldiyini gördük. Və o şəxs bizə yaxınlaşdı, Peyğəmbərimizə yaxınlaşdı və dedi ki, Peyğəmbərimiz ondan soruşdu ki, sən hansı qəbilədənsən? O da dedi ki, mən filan qəbilədənəm. Bəs nə üçün bura gəlmişsən? O da dedi ki, mən Allahın Rəsulunu, Muhammədi axtarıram. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ona dedi ki, sənin qarşında dayanan Allahın Rəsulu Muhamməddir. O bu sözləri eşitdikdə tir-tir titrəməyə başladı. Və soruşdu, həqiqətən də sən Allahın Rəsulusanmı? O da dedi ki, Peyğəmbərimiz də buyurdu ki, inandıra bildi onu, mən Allahın Rəsuluyam dedi. Və dedi ki, mən günlərlə ac, susuz yol gəlirəm və məqsədim də müsəlman olmaqdır. Ey Allahın Rəsulu, mən necə müsəlman ola bilərəm? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də ona La ilahə illallah Muhammedur Rasulullahı təlqin etdi. Ondan sonra İslamın 5 şərtini ona anlattı. O da biraz keçəndən sonra mindiyi miniyi ayağı harasa ilişdi və oradan yıxılaraq boynu üstə yerə dəydi və orada canını tapşırdı. Sahabə dərhal ona tərəf qaçmağa başladı. Bu əsnada Peyğəmbərimiz sallallahu aleyhi ve sellem üzünü tamamilə başqa bir tərəfə çevirdi. Sahabə dedi ki, ya Rasulullah, o insan dünyasını dəyişdi, amma sən isə başqa bir tərəfə baxırdın. Nə üçün belə etdin? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu ki, o mənim yanıma gəldi, ac susuz idi və müsəlman olmaq istədi. Mən də ona kəlmə-i şəhadəti öyrətdim. O əsnada o dünyasını dəyişdi və şəhid oldu. Və Allah Teala mələkləri göndərdi, bir qabın üzərində ona gözəl yeməklər və içəcəklər gətirdilər. O da o cənnət nemətlərindən dadmaq istəyəndə məndən utanar deyə mən də üzümü başqa bir istiqamətə çevirdim. O, bu gün də cənnət nemətlərini dadır. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu ki, baxın, o az əməl etdi, lakin çox qazandı. Demək ki, dəyərli qardaşlar, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurduğu kimi şəhidlər mələklər tərəfindən ruzilənirlər. Allah da Quranda onları ruzi verir, buyurur. Şəhadət hər istəyənə belə deyək, nəsib olan bir məqam deyildir. Lakin kim şəhadəti şiddətlə arzulayarsa, Allah Teala ona döyüş meydanında olmasa da yatağında ölsə belə ona şəhadəti nəsib edir.
Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, kim şəhadəti həqiqətən arzulayarsa Allah Teala ona yatağında belə ölsə ona şəhidlik mərtəbəsini verər. Xalid bin Vəlid radiyallahu anh kimi. Xalid bin Vəlid müsəlman olandan sonra 36 döyüşdə iştirak etmişdir. Və hər bir döyüşə gedərkən inşallah bu döyüşdə şəhid olaram niyyəti ilə getmişdir. Lakin nədənsə ona şəhidlik mərtəbəsi nəsib olmur. 56 yaşında ikən ağır xəstələnir, yatağa düşür və dostu onu ziyarətə gəldikdə o dostunu görür və ağlamağa başlayır. Dostu deyir ki, nə üçün ağlayırsan? Ölümdən mi qorxdun? Xalid bin Vəlid isə, sən məni tanımırsan, sən bilmirsənmi ki, mənim bütün bədənim elə bir yer yoxdur ki, orada qılınc yarası, ox yarası olmasın. Mən daim şəhid olmaq arzusundaydım. Lakin bugün mən yatağımda dəvələr kimi ölürəm deyir və ağlamağa davam edir. Həmin dostu səhabə deyir ki, ona Allah Resulü sallallahu aleyhi ve sellemin bayaq söylədiyim o hədisi xatırladır. Canlı şəhid, yer üzərində yeriyən şəhid. Həqiqətən elə insanlar vardır ki, Allah onlara şəhidliyi döyüş meydanı nəsib edir. Bəzi insanlar da vardır ki, Allah Teala onlara o həsrəti ilə yandığı üçün, o şəhidliyi üçün Allah onu yatağında üçün şəhidlik mərtəbəsini uzaldır. Xalid bin Vəlid radiyallahu anh vəsiyyət edir ki, mən öldükdə qılıncımı da atımla mənimlə bərabər aparın, yeri qazdığınız zaman qılıncı daşa vuraraq bu qəbri qazın və qəhrəmanlar qılınc səsləri ilə onun həsrəti ilə yanarlar. Bəli, əziz qardaşlar, şəhidlik mərtəbəsi insana bəzən döyüş meydanında, bəzən isə insan yaşayaraq bu məqamı qazanır. Canlı olan şəhidlərimiz də vardır. Şəhadətə sadəcə yüksələnlər gənclər deyil, yəni bu gənclərin işi deyil sadəcə. Yaşlılar da vardır. Yaşlılardan da şəhadətə yüksələnlər vardır. Yəni, mən yaşlıyam artıq, şəhadət mənlik deyil deməməlidir. Şəhadət sadəcə kişilərə aid də bir məqam deyildir. Qadınlar da vardır. Məsələn, qadınlardan ilk şəhid kimdir? Ammar bin Yasir radiyallahu anh'ın anası Sümeyyə radiyallahu anha. La ilahə illallah dediyi üçün, yəni sözündə sədaqətli olduğu üçün, bundan vaz keçmədiyi üçün o şəhid edilir. Əbu Eyyub Əl-Ənsari radiyallahu anh 93 yaşında əvvəlki adı Konstantinopol olan, bugünkü adı İstanbul olan bu uğurda şəhid olmuşdur. Yəni şəhidlik nə kişi, nə qadın, nə qoca, nə cavanlığa baxmır. Şəhadət mərtəbəsi hər kəsə aid bir mərtəbədir. Şəhadət yalnız İsar duyğusuna malik olan insanlara verilir, dəyərli qardaşlar. Yəni, mən ölüm, aləm yaşasın. Mən döyüşə qatılmasam nə olacaq ki deyil, mən ölüm, insanlar yaşasın, insanlar rahatlıq içərisində qalsınlar. Bu duyğuya, bu imana sahib olan insanların qalxacağı bir mərtəbədir. Dəyərli qardaşlar, bilirsiniz, 2020-ci ildə sabahki tarix 27 sentyabrdır. Düşmənlərimiz, erməni silahlı qüvvələri bir əks hücuma keçərək Azərbaycan torpaqlarını yenidən ikinci işğala başlamaq istədi. Lakin müzəffər ordumuzun sayəsində onlar döyüş meydanında ikən onları məğlubiyyətə uğratdılar. Bugün Azərbaycan bütöv bir Azərbaycan torpaqlarını sahibik. Artıq həmin torpaqları da məscidlər tikilir, əzanlar oxunur. Allah həmd olsun ki, biz o dəyərlərimizə artıq sahib çıxdıq. Biz o dəyərləri qoruyub saxlamaq əlbəttə ki, bizim çiyinlərimizə düşən bir vəzifədir. Bu yolda canından keçmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bu yolda o bizim canlı şəhidlərimiz olan qazilərimiz vardır. Allah Teala onlara can sağlığı nəsib etsin. Rəbbim ordumuzu qorusun. Rəbbim bu uğurda bizlərə güc və qüvvət versin. Amin.